mən sizin qəzeti səhifələyəndə orada təkcə talışlarla bağlı deyil, Azərbaycanda yaşayan digər xalqlarla da bağlı müxtəlif informasiyalara rast gəlirəm. Dodo multikulturaldır Dodo. Aha, o Çünki nefti- Azərbaycanda sizə indi suallarınız ətrafında ona da biz toxunacaq. Azərbaycanda yaşayan bütün xalqların həm yaşadığı yerlərdə olub Dodo redaksiya olaraq, həm də onların haqqında kitablarımız var. Ümumiyyətlə, bax, dediniz ki, talışlarla bağlı, talış mətbəxti, talış mədəniyyəti, talış dili ilə bağlı informasiyalar verirsiniz. Ümumiyyətlə, Azərbaycanda talış icmasının media sahəsində təmsilçiliyi sizi qane eləyirmi? Yəni, bu xalqlar media ilə əməkdaşlıq eləməkdə nə dərəcədə maraqlıdırlar? Məni qane etmir, açığı deyim, vizual olaraq görsənir. Amma çox yaxşı olardı ki, icma kömək eləsin mətbuata və biz araşdırmalarımızı davam edək. Belə deyim də, onu göstərmək üçün yox. Sırf daxilinə girib mədəniyyətini, folklorunu, çünki talış dili çox tarixi bir dildir. Orada araşdırmalar, onun lingvistik baxımından, onun folkloru, onun mətbəx mədəniyyətini göstərmək lazımdır. Talış dilində bu məhsullar nə dərəcədə maraq oyadır da insanlarda? Həm talış icmasında, həm ümumiyyətlə Azərbaycan cəmiyyətində. Həm dövlət səviyyəsində maraq daha gözəldir, həm də cəmiyyət arasında. İndi çox gözəldir ki, bizim işimizi biraz asanlaşdırıb bizim sosial şəbəkələr. Bu nə qədər asanlaşdırıbsa, bir o qədər də çətinləşdirib. Amma maraq odur ki, məsələn ki, mən minnətdaram Elm və Təhsil Nazirliyinə, belə bizim kitablarımız 4 dənə metodik hissə və dilin özü ilə bağlı, talış dili ilə bağlı Tuluş Azovun 4 kitabımız çıxıb, 1-ci, 2-ci, 3-cü, 4-cü sinif və metodik hissələr 1, 2, 3, 4.